بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على أشرف الأنبياء وسيد المرسلين نبينا وحبيبنا محمد صلى الله عليه وعلى آله وصحبه ومن سار على نهجه إلى يوم الدين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. اللهم علمنا بما ينفعنا وانفعنا بما علمتنا وزدنا علما. أما بعد. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Möhtərəm qardaşlar, Allah nəsib etsə, Allahın izni ilə, Allahın müvəffəqiyyəti ilə kitabı davam edirik. Hansı ki, müqəddiməni başladıq. Fiqhul el-Muyassar kitabından, asanlaşdırılmış fiqh kitabından və fiqhin önəmini gətirdik müqəddimədə və sonra qısa fəsillər gəlir, hansı ki, hər bir müsəlmanın həyatında vacib olan, bilməsi vacib olan məsələlər. Çünki insan, müsəlman bunların birində xəta edərsə, düzgün etməzsə, onun ibadətinə xələl gələr. Onun üçün də diqqətlə məsələlərə diqqətlə yanaşaq və bir-bir inşallah Allahın izni ilə məsələləri götürək. İlk öncə birinci fəsil taharadan başlayır, hansı ki təmizlik. Əhəmiyyətü taharəti və əqsəmihə. Taharetin önemi ve onun qismləri. Ət-tahara hiyə miftahus-salah. Təmizlik, taharət namazın açarıdır, möhtərəm qardaşlar. Onsuz namazın heç bir əhəmiyyəti yoxdur. Və əkədi şurutihə. Ən əsas şərtidir namazın ki, onsuz namaz heç bir əhəmiyyəti yoxdur. Və taharətü alə qismin. Taharət iki qismə ayrılır. Birincisi, ət-taharətü əl-mənəviyyə. Mənəvi taharət. Və hiyə taharətül qalbi minəş-şirki vəl-məasi və kullu mə rənə aleyh. Birincisi, möhtərəm qardaşlar, qəlbin təmizliyi, taharəti, təmizliyi. Bu, mənəvi təmizliyi sayılır. Şirkdən, günahlardan insanın təmizlənməsi. Və hiyə əhəmmu min taharətil bədən. Bu isə insanın bədəninin təmizliyindən daha önəmlidir. ولا يمكن أن تتحقق طهارة البدن مع وجود نجس الشرك. Mümkün değil ki insanın bədəni təmiz olsun və mənəvi təmizliyi olmasın. Yəni şirkdən, günahlardan təmizlənməmiş olsun. Xüsusən də şirkdən. Çünkü Allah Subhanahu ve Teala buyurur ki Tevbe suresinde innemel müşrikûne neces. Həqiqətən müşriklər nəcisdir. Mənəvi. Hansı ki onlar ondan təmizlənməyiblər. Bu da hər bir müsəlmanın həyatında hər şeydən öncə önemli olan bir məsələdir. O şirk ki Allah Subhanahu ve Teala onu bağışlamır. Tövbe etmədikcə onu bağışlamır. Necə ki Rabbimiz Quran-ı Kərimdə buyurur ki İnna Allaha la yaghfiru en yushraka bihi ve yaghfiru ma dun zalika limen yasha.
Həqiqətən Allah subhanahu wa ta'ala bağışlamır ən yüşrəkə bihi, ona şərik qoşanır. Və yəğfiru mə dunə zəlikə limən yeşə, ondan aşağı olan günahları istədiyindən bağışlayır. Bütün günahlar bağışlanması üçün fürsət var. Allah istədikdə o olacaq. Ancaq Rəbbimiz şirki istisna edir ki, şirkdən başqa. Ona görə ən böyük zülm adlanır. Mənəvi təmizlik şirkdən təmizlənməkdir. Ona görə müəllif rahimehullah bu gözəl məqamı kitabın başında gətirir ki, insan birinci mənəvi təmizliyinə diqqət etməlidir. Sonra möhtərəm qardaşlar, qismu-thani ət-taharatul hissiyyə, hissi təmizlik, taharət. Və səyəti təfsil el-qavlu fiyhə, onun da təfsilatı gələcək. Və hiyə fil-lüğə, lüğətən ən-nəzafə, təmizlik deməkdir. İstilahi mənası isə raf'ul hədəfi və zəvalul xəbəth. İnsanın hədəf nədir? Raf'ul hədəf, yəni hədəsi qaldırmaq üzərindən. Hansı ki, o ki, və huvə vasfun qaimun bil bədən, yemnəu minəs-salat. İnsan bədənində olan bir maniyədir. İnsanı namaz qılmağına maniyə olur. Və huvə eydan nəv'an, bu da həmçinin iki növə ayrılır. Böyük və kiçik. Sonra el-muradu bi-irtifa'il hədəs. Yəni burada hədəsin qaldırılması deyildikdə nə nəzərdə tutulur? İzələtul vasfil mani'i minəs-salah. Hansı ki, namaza mani olan bir vəsfi qaldırmaq. Bisti'mali mə bi cəmi'il bədən. Suyun vasitəsilə bütün bədəndən. İn kənə hədəsən əkbar. Yəni, hansı ki, o böyük hədəsdən gedir. Böyük təmizlik. Onda qüsul ehtiyac var. O da təbii ki, gələcək təfsilatı ilə. Hansı ki, insan böyük, orada nə nəzərdə tutulur? Hansı ki, qüsulu vacib edən hallar. Onlardan birincisi, insanın ehtilam olması və məninin çıxması, bu hallar insanda qüsulu vacibləşdirir. Ondan sonra gəlir ki, məzi. Məzi çox insanlarda çıxır, hansı ki, o xəstəlik səbəbi ilə çıxa bilər. Ola bilər, müəyyən insanda olan stres səbəbi ilə çıxa bilər. Bu isə öz-özlüyündə təmizdir. Bu üç qismi diqqətlə qulaq asın. Məni, məzi, vədi. Çox insanlarda qarışdırırlar bunu, çox insanlar. Məni bilirik ki, insanın şəhvət keçirdikdən sonra insandan çıxan bir ifrazatdır və onun öz-özlüyündə təmizdir. Mənin özü təmizdir. Sadəcə qüsul gərəkdirir. Yəni, qüsulu vacib edir. İkincisi, məzidir. Hansı ki, dediyimiz kimi, insanın xəstəlik halında, müəyyən hallarda gözlənilmədən çıxa bilir. Bir mayədir. Və bu da öz-özlüyündə nəcisdir. Düşdüyü yeri nəcis edir, ancaq qüsul gərəkdirmir. Əgər o çıxarsa, həmən o yeri yuyuruq, təmizləyirik
dəstəmaz alıb namazımızı qılırıq. Bu ikinci qismdir. Üçüncü qism isə vadi. Vadi nədir möhtərəm qardaşlar? Kiçik bayıra çıxdıqdan sonra insandan ifrazat gəlir. Hər zaman yox, bəzi hallarda. Bu da yuyulur və dəstəmaz alınır. İki hal, bu son iki hal qüsulu gərəkdirmir. Ancaq yuyulmasına ehtiyac var. Birincisi isə qüsulu vacib edir. Ancaq təmizlənməsə belə namazı səhih sayılır. Namaz səhih sayılır. İki halda dəstəmaz alırıq və birinci halda isə qüsul almaq vacibdir. Sonra möhtərəm qardaşlar, At-taharatul hissiyyə alə nəv'əyn. Hissi təmizlik iki qismə ayrılır. Birincisi, hədəth və təxtassu bil bədən. Hansı ki, insanda baş verir, o yalnız bədənə aiddir. Yəni, bədəndən çıxan ifrazatlara aiddir. Onun təmizlənməsinə aiddir. İkincisi isə, taharatu xəbətin və təkunu bil bədəni və thəvbi vəl məkan. Bədən də olur, yəni xəbət olduqda həm bədənin, həm paltarın, həm də məkanın təmizlənməsi vacibdir. Və hədəfü alə nəv'əyn. Bu hədəs isə, hədəs bildinizdə nədir? Hansı ki, namazı mane edən nəcasətdir. Bunu yəni belə bilin ki, növləri gəldikdə qarışdırmayasınız. Hədəf alə nəv'əyn iki qismi var. Birincisi kiçik və huvə mə yəcibu bihil vudu. O yalnız dəstəmazı gərəkdirir. Və hədəfün əkbar və huvə mə yəcibu bihil qusul. Əgər böyük olarsa, onu qüsul gərəkdirir. Necə ki, əvvəlində gətirdik. Bu məsələləri gərək diqqətlə qulaq asasınız. Yəni, yaxşı olar ki, məsələn, qeyd aparasınız özünüzdə ki, müəyyən ki, yəni qarışdırmayasınız. Əgər istəyirsiniz ki, o fayda sizdə qalsın, qeyd aparanda insanda qalır, yaddaşında qalır. Çünki elmi məsələlər bəzən çox insana güclü diqqət tələb edir. Sonra əl-xəbəthu alə thələthəti ənva'. Sonra xəbət gəlir. O da üç qismə ayrılır. Yəcibu qasluhu, hansı ki o nəcasətdir, yuyulması vacibdir. Və xəbəthun yəcibu nadhuhu, yəni ikincisi isə o nəcasətdir, xəbəth özü də nəcasətdir, ikincisi isə su səpməklə kifayətlənir. Və xəbəthun yəcibu məshuhu. Üçüncü növü isə silməklə təmizləmək. Hansı ki, bunlar da məsələn, qısa bir təfsilatına gəlsək, oğlan uşağı süd əmdiyi müddətcə onun nəcasətinə su qoymaqla onun nəcasətini aradan qaldırır. Yəni, suyu səpməklə nəcasətini aradan qaldırır. Xəbəthun yəcibu qasluhu.
o nəcasətdir ki, onu mütləq yuyulmalıdır. Hansı ki, məzi kimi mütləq yuyulmalıdır ki, dəstəmaz sayılsın. Sonra ikinci məsələni müəllif gətirir. Əl-mə'u-ləzi təhsulu bihi-t-tahara. Hansı sulardan təmizlənmək olar? Təmizliyə səbəb olan suları gətirir. İkinci məsələ. Ət-taharatu təhtəcu ilə şeyin yətətahharu bihi. Təmizlik ehtiyacdır ki, onu təmizləyən nəsə olsun? Yüzəlu bihin nəcəsə və yərfə'u bihil hədəf. Hansı ki, o nəcasəti aradan qaldırsın, o pisliyi aradan qaldırsın. Və huvəl-mə. O da nədir? Sudur. Vəl-mə'u-ləzi təhsulu bihi-t-tahara huvəl-mə'u-t-tahur. O sudur ki, onunla təmizləmək olar. Və huvə. O necə olmalıdır? Ət-tahiru fi zətihi. Öz-özlüyündə təmiz olmalıdır. Əl-mutahharu li-gayri. Həmçinin də təmizlik onunla nəyisə təmizləmək olmalıdır. O huvəl-bəqi alə asli xilqətihi. Yəni, öz xilqətində, öz formasında qalan sudan gedir. Məsələn. Hansı ki, Allah subhanahu wa ta'ala onu necə yaradıb o formada. Səvə ənə kənə nəzilən minəs-səmə. Ola bilər ki, göydən gələn su olsun, kəl-matar, yağış kimi, vədəvbə-thuluc vəl-bərdi, qarın suyu, əv cəriyən fil-ard, axar su, kəməil-ənhəri vəl-uyun vəl-əbar. Hansı ki, çayın suyu, şəlalənin və dənizin suyu. Bu kimi sularla həm təmizlənmək olar və həmçinin də başqa bir şeyi təmizləmək olar. Allah subhanahu wa ta'ala Ənfəl surəsində buyurur ki وَيُنَزِّلُ عَلَيْكُمْ مِنَ السَّمَاءِ مَاءً لِيُطَهِّرَكُمْ بِهِ. Allah subhanahu wa ta'ala sizə su səmadan nazil etdi لِيُطَهِّرَكُمْ بِهِ, təmizlənəsiniz deyə. Sonra başqa bir ayət-i kərimədə Furqan surəsində 47-ci ayəsində وَأَنْزَلْنَا مِنَ السَّمَاءِ مَاءً طَهُورًا. Biz səmadan təmiz su nazil etdik. Sonra Allah Resulü sallallahu aleyhi və sələm buyurur ki Allahümmə qsilni min xataya, mənim günahlarımı yu bilmə'i və thəlci vəl-barad. Su ilə, qar ilə, yəni yağış suyu. Sonra dəniz haqqında hədis gəlir ki dəniz suları haqqında huvət-tahuru mə'uhu əl-hillu meytətuhu. Suyu təmizdir, əl-hillu meytətuhu. Ölüsü isə halaldır. Sonra möhtərəm qardaşlar وَلَا تَحْصُلُ الطَّهَارَةُ بِمَانِعٍ غَيْرِ الْمَاءِ بِمَانِعٍ غَيْرِ الْمَاءِ كَالْخِلْ وَالْبَنْزِينِ وَالْعَصِيرِ وَالْلَيْمُونِ. Yəni, burada birinci növbədə möhtərəm qardaşlar suları izah etdi ki, su təmiz olmalıdır, həm öz-özlüyündə təmiz olmalıdır, həm də başqasını təmizləyə bilməlidir. Öz xilqətində olmaq. Sonra, əgər o nəyəsə qarışarsa, məsələn, sirkə, benzin, şirəli sular, limon suyu olsun, hər hansısa bir şirəli sularla dəstəmaz almaq olmaz və həmçinin də təmizlik, nəyisə təmizləmək olmaz. Sonra buyurur ki, əgər bunlar tapılmazsa, təmiz su tapılmazsa, hansı ki gətirildi, fələm təcidu məən, ayət kərimədə gəlir, Məidə surəsində, fələm təcidu məən fətəyəmməmu sə'idən tayyibə. Əgər su tapmazsanız, o zaman fətəyəmməmu, təyəmmüm edin.
كانت الطهارة تحصل بماء غير الماء لنقل عادم الماء إليه ولم ينقل إلى التراب. Sonda, möhtərəm qardaşlar, yəni bu sular olmazsa öz xilqətində olan, Allahın yarattığı kimi təmiz olan, nəsə qatışmayan sular istifadəsi icazəlidir. Əgər onlara nəsə qatışarsa, artıq su hökmündən çıxarsa, onlarla nə təmizlənmək, nə də təmizlik etmək olmaz. Və inşallah bu 3-cü fəsildə kifayətlənək, hansı ki 3-cü fəsil gəlir, sulara nəcasət qarışarsa, onda hökmü necədir? Onu da inşallah gələn dərs davam edərik.